Məndən arxada gördüyünüz qayalıqları xatırladan bu çıxıntılar əslində burada bir vaxtlar mövcud olmuş ağacların köklərinin qalıqlarıdır. Buradan belə nəticəyə gəlmək olur ki, bir vaxtlar bu ərazidə geniş meşə zolağı olub və Xəzərin sürətlə bura doğru hərəkət etməsi nəticəsində buradakı geniş meşə zolağı suyun altında qalıb. Ben Ahmet Aliyev Zekeriyoğlu, 75 yaşının içindeyim. Ben de ağamlığa müəllim demişken, ben de böyüklerden eşitmişim ki, burada büyük meşe olur. Deniz kenarı boyunca meşe olur. O kenar meşe sözü de elə oradan gelir. Onu öyle biz eşitmişik. Bax, siz görməyiniz necə təəssürat yaratdı bu kənd barəsində? Məndə belə bir təəssürat yarandı ki, yani mən özüm maşını öğrenmek için bu deniz biraz da 80-cı illərdə. Burada gezdeylerdi, yani maşını öğrenmek falan. Top oynayırdılar. Böyüklər deyirlər ki, bu meşe olur. Ondan sonra da yani onlar özləri görmür. Onlar Deməli, Aşağı Nüvədi qəsəbəsində yaşayıram hal-hazırda. 75 yaşım var. Buranın meşəliyini hələ görməmişdim. Amma böyüklər danışırdı ki, bəli, bura meşəlik olub. Ona görə də bura kənar meşə kəndi deyilirdi. Kənar meşə, yəni meşənin kənarı olan bir kənd kimi təqdim olunurdu. Mən heç vaxt görməmişəm ki, burada meşə olub. Amma dəniz çəkilə-çəkilə, dəniz çəkiləndən sonra o qum yavaş-yavaş, həm də qum da buradan indi bəli çəkilir. Nəticədə o ağacların artıq kökü üzə çıxır. Hətta orada çoxlu ağaclar var, böyük ağaclar, belə 1 metr yarım olan enində ağaclar var orada. O ağaclar yavaş-yavaş çıxır üzə. O deməli böyüklər bizə danışırdı ki, burada olub meşə. Amma biz görməmişdik. İndi artıq sübut olunur ki, bəli, doğrudan da burada artıq meşəlik olubmuş. Deməli, belə qənaətə gəlmək olar da Xəzər sürətlə buraya doğru... Bəli, Xəzər artıq bu dəmir yoluna qədər gəlmişdi. Çünki ona görə də burada şey tökürdülər, böyük daşlar tökürdülər, vagonlar gətirib tökürdülər ki, dəniz artıq gəlməsin bu tərəfə. Amma sonra yavaş-yavaş çəkiləndən sonra o köklər üzə çıxdı, o ağacların kökləri üzə çıxandan sonra ağaclar artıq var orada. Onlar qumun altındadır. O ağaclar qumun altındadır. Böyük yoğuşlu, böyük 1 metr yarıma qədər olan ağaclar, hətta onların adı, onlar altındadır, qumun altındadır.